Sovet sərhədçiləri həmin illərdə yalnız xarici sərhədləri qorumurdular. Sovet sistemi ölkənin daxilində də sərhədlər müəyyən etmişdi. Bu bəlkə də indiki gənclərə təəccüblü görünəcək. Bəli, 1934-cü ildən başlayaraq sərhədyanı rayonlar Azərbaycanın başqa sakinləri üçün bağlı elan olunmuşdu. Sərhədyanı ərazidə yaşayanların pasportunda Zona Pograniçnaya sözlərinin baş hərfləri ZP ştampı olurdu. Pasportunda belə ştampı olmayanlar həmin zonaya getmək üçün yaşadığı yerin milis şöbəsindən xüsusi buraxılış vəsiqəsi almalıydılar. Buraxılışı da hər adama vermirdilər. Əgər işlə əlaqədar gedirdinsə, ezamiyyət vərəqəsini, həmin ərazidə yaşayan qohumlarının yanına gedirdinsə, o şəxslərin rəsmi dəvətini təqdim etməliydin. Uzun illər Sovet ideoloji təbliğat maşınının təsiri altında yaşamış Azərbaycan əhalisi Respublikanın cənub sərhədlərini keçmiş SSR-nin dövlət sərhədinin bir hissəsi kimi qəbul etsə də, sərhəddin o tayında yaşayanların qanı bir, canı bir qardaşları olduğunu da unutmurdular. Elə bu səbəbdən idi ki, sərhəddə dayanan hərbçilər arasında Azərbaycanlılara rast gəlinmirdi. Bu məsələ əlbəttə Respublika vətəndaşlarında bəzi suallar yarada bilərdi. Sovet rəhbərliyi bunu çox gözəl anlayır və belə fikirlərin yaranmaması üçün müxtəlif təbliğat vasitələri düşünürdü. Sovet xalqlarının vahid ailəsi ideoloji konsepsiyasına söykənərək tez-tez sərhədçilərin müəssisələrə səfərləri təşkil olunur, onların yerli əhali ilə sıx təmasına şərait yaradılırdı. Bundan əlavə, sərhəd dəstələrində də Respublika zəhmətkeşləri və ziyalılarla görüşlər, müxtəlif mədəniyyət kollektivlərinin konsertləri təşkil olunurdu.